Receive the message of truth. Azerbaijani language. Herkes düşündüğü kimi Hristiyan olsa. İsa sizə qardaşlar deyərdi. İbranilərə 2:11 Çünki təqdis edən də təqdis olunanlar da birdir. Buna görə də o onları qardaş adlandırmaqdan utanmır. Hər bir məsihçi müqəddəs ruh tərəfindən öyrədiləcək. Siz əhdi cədid haqqında həqiqəti biləcəksiniz. 1 Korinfillərə 2:13 Biz də bunları insanın müdrikliyinin öyrətdiyi sözlərlə deyil, ruhani şeyləri müqayisə edərək müqəddəs ruhun öyrətdiyi sözlərlə danışırıq. Yəhya 14:26 Amma atamın mənim adımla göndərəcəyi köməkçi, müqəddəs ruh sizə hər şeyi öyrədəcək və sizə dediklərimin hamısını yadınıza salacaq. Hər bir insan müqəddəs ruh və həqiqət tərəfindən müqəddəsləşmə prosesindən keçəcəkdir. Yəhya 17:19 Onlara görə özümü təqdis edirəm ki, onlar da həqiqətlə təqdis olunsunlar. Romalılara 15:16 Ona görə ki, mən başqa millətlərə isə Məsihin xidmətçisi olum, Allahın müjdəsinə xidmət edim ki, başqa millətlərin təqdimi müqəddəs ruh tərəfindən təqdis olunaraq məqbul olsun. Siz həqiqi ibadət edənlər olacaqsınız. Yəhya 4:23 Ancaq həqiqi ibadət edənlərin ataya ruhda və həqiqətdə ibadət edəcəkləri vaxt gəlir və indi də gəlir, çünki ata ona ibadət etmək üçün belələrini axtarır. Çox güman ki, hər bir xristiyan əziyyət çəkəcək, çünki bu müqəddəsləşmənin bir hissəsidir. 1 Peter 4:16 Ancaq hər kəs bir məsihçi kimi əzab çəkirsə, utanmasın, amma bu məsələdə Allahı izzətləndirsin. Heç kim egoist və təkəbbürlü olmamalıdır. Filippililərə 2:2 Həmfikir olmaqla, eyni məhəbbətlə, həmfikir olmaqla sevincimi yerinə yetirin. Müqəddəsləşmə prosesindən sonra siz müqəddəs olursunuz. 1 Korinfillərə 6:19 Yoxsa bilmirsiniz ki, bədəniniz sizdə olan, Allahdan sizdə olan müqəddəs ruhun məbədidir və siz özünüzə məxsus deyilsiniz. 1 Korinfillərə 3:17 Kim Allahın məbədini murdar edərsə, Allah onu məhv edər. Çünki Allahın məbədi müqəddəsdir, sən hansı məbədsən? Efeslilərə 2:20-22 Həvarilərin və peyğəmbərlərin bünövrəsi üzərində tikilərək İsa Məsihin özü əsas təməldaşıdır. 21 Onun bütün binası birləşdirilərək Rəbbin müqəddəs məbədinə çevrilir. 22 Siz də Allahın ruhda məskəni olmaq üçün orada birlikdə tikilirsiniz. Amma hamı mömindir, xristiyan deyil. Niyə? Çoxlu məzhəblər hər kəsə deməlidir ki, insan hər şeyi öz yolu ilə edir. Həqiqət ruhu heçə kimdə olmaz. Hər kəs İsa'nın yolunu başa düşmədən Allahı öz yolunu görür. Pastorlar və liderlər öz cəmaatının qarşısında dayanaraq özlərini xristiyan adlandırırlar və icmalarını xristiyan adlandırırlar. Onlar əhdi cədidi başa düşmürlər və Allahın padşahlığının nə haqqında olduğunu bilmirlər. Sizə yanlış məlumat verməklə varlanırlar. Xristiyan pastorları və liderləri 100 illər boyu oğlan və qızlara cinsi cəhətdən zərər verməzdilər və bugün də bunu davam etdirirdilər. Xristiyan pastorları və liderləri öz yığıncaqlarından varlanmazdılar. Onlar kitab sata bilməzdilər, çünki hamı müqəddəs ruh tərəfindən öyrədiləcək və xristiyan olduqları üçün həqiqəti biləcəkdilər. Pastorlar və liderlər illərlə öz yığıncaqları və televiziya izləyiciləri qarşısında müqəddəs ruha qarşı küfr etməzdilər. Luka 6:39 O, onlara bir məsəl danışdı. Korkorlara rəhbərlik edə bilərmi? Onların ikisi də xəndəyə düşməyəcəkmi? Özünüzü xristiyan adlandırdığınız halda niyə kilsədə bu qədər qətl və qərəz var? Əgər keşişlər və liderlər xristiyandırlarsa, niyə fiziki suda vəftiz edirlər? Niyə kilsədə homoseksual kişilər və qadınlar özlərini xristiyan adlandırırlar? Əgər hamı xristiyandırsa, niyə kilsədə kişilərə nəzarət edən qadın pastorlar və liderlər var? Qadınlar Məsihin bədənində kişilər üzərində hakimiyyətə malik olmaq üçün nəzərdə tutulmamışdır. İnsan fiziki olaraq xristiyan olmağa çalışır, lakin bu baş verə bilməz. Romalılara 8:8 ayəsində deyildiyi kimi, beləliklə cismani mənsubiyyətdə olanlar Allahı razı sala bilməzlər. Siz yalnız ruhən xristiyan ola bilərsiniz. Xristiyan olmaq üçün Məsihin ruhuna, Allahın ruhuna və həqiqət ruhuna ehtiyacınız var. Matta 28:19-20 sizə xristiyanın tərifini verir. Matta 28:19-20 də deyilir. Ona görə də gedin və bütün millətləri şagird hazırlayın, onları ata, oğul və müqəddəs ruhun adı ilə vəftiz edin. 20 Onlara sizə əmr etdiyim hər şeyə riayət etməyi öyrədin. Mən həmişə, hətta əsrin sonuna qədər səninləyəm. Amin.
Allah açıq-aydın bildirir ki, Allahın ruhuna və həqiqət ruhuna sahib olanlar həqiqi xristianlardır. Yəhya 4:23-24-də deyilir, ancaq həqiqi ibadət edənlərin ataya ruhda və həqiqətdə ibadət edəcəkləri saat gəlir və indi də gəlir, çünki ata ona ibadət etmək üçün belələrini axtarır. 24 Allah ruhdur və ona ibadət edənlər ruhda və həqiqətdə ibadət etməlidirlər. 1 Korintiyans 2:14 Ancaq təbii insan Allahın ruhunun şeylərini qəbul etmir, çünki onlar ruhani olaraq fərqlənirlər. Çünki siz hər həftə bir neçə dəfə kilsəyə gedirsiniz və hər kəsə hörmət edirsiniz, hər gün ilham almaq üçün Əhd-i Cədid ayələri. Uzun ömür yaşadın və nəhayət öldün. İnsanlar deyirlər ki, sən yaxşı xristiansan. Əvvəla, siz fiziki bədəninizlə xristian ola bilməzsiniz. İkincisi, siz Allahla və Rəbb İsa Məsihlə gəzmək üçün müqəddəs olmalısınız. İsa yalnız müqəddəslər üçün gəlir. Sizin fiziki bədəniniz həqiqi xristian, sonra isə müqəddəs olmaq üçün lazım olan Məsihin ruhunu, Allahın ruhunu və həqiqət ruhunu qəbul edə bilməz. Yəhya 3:6 Cismdən doğulan cismani, ruhdan doğulan isə ruhdur. Siz əti və ruhu qarışdıra bilməzsiniz. Başqa sözlə, siz fiziki bədəninizi ruhi bədəninizə qarışdıra bilməzsiniz. Əslində yalnız mənəvi olaraq xristian ola bilərsiniz.